biraz həyatımdan danışım. Amma heç bilmirəm ilk sözlərimi hardan başlayayım, hardan bitirim. Keçmiş günlərimdən, uşaqlıq illərimdən danışım eləysə. Uşaq ikən bir başqaydım. Çox şən, danışan, gülən. Birazdan adincidim. O günləri düşünəndə gözlərim qəmginliyi ilə təbəssümlə dolu. O zamanlar həyatı dərk etmirdim. Nəinki sevgi, heç bilmirdim dərd nədir, ah nədir. Kiçik dünyam və açılan sabahlarda uşaqlarla oynama ümidlərim vardı. Sabahlar açılırdı, oynayırdıq, gəzirdik, qaçırdıq. Həyat çox gözəl və şən idi mənim üçün. Məktəbə getmək istəmirdim. Hər dəfə yayınırdım. Xəstələndim filan bəhanələr uydururdum. O günlər düşür yadıma. Gülürəm. Nə gözəl idi o çağlar. Nə gözəl idi. Amma böyüdükcə həyatı anlamağa başlayırdım. Aradan tam 23 il keçdi. Artıq 23 yaşım var. Həyatı dərk edib, qəminə üzülən, şəninə sevinən bir yaşdayım. İş güclər çoxalır, problemlər üzbəyüz yığılır. Adam lap həyatdan bezir bəzən. Hələ sevgi. Heç danışmadım sevgidən. Mənimki sevgidə heç gətirməyib. Çox uzun danışıb yormayım sizləri də. Zaman içində sevdiyim olub. Amma ayrılmışıq. Qismətimiz belə gətirib. Nə edik? Çox istərdim mən də yenidən seveyim, mən də aşıq olum. Amma nə edim? Olmur. Mən daha sevə bilmirəm. Alınmır. Həm o qədər problemlər var ki, öyrəşmişəm artıq bu halımla, bu həyatıma. Bundan sonrası necə olacaq, onu bir tək yaradan bilər. Nəsə, həyatımdan danışmaqla bitməz ki həyatım. Çox uzun yaşantılar olub. Nə danışmaqla, nə də yazmaqla bitməz.